Bakı Qızlar Universitetinin bağlanacağı iddia edilir. Son günlər Qızlar Universitetinin bağlanacağı ilə bağlı iddialar yayılıb. Nəzərə alsaq ki, burada yüzlərlə tələbə təhsil alır. Onlar növbəti illərdə aqibətlərinin necə olacağı ilə bağlı narahatdılar. Sosial şəbəkələrdə bu universitetin bağlanacağı ilə bağlı məlumatlar paylaşılır. Qeyd edilir ki, bəzi ixtisaslarda müəyyən uyğunsuzluqlar aşkarlanıb. Artıq bu ildən etibarən ali məktəbə magistr pilləsi üzrə qəbulla bağlı da dayandırılmasına bağlı da qərar verildi. Məsələnin hüquqi tərəfinə biz baxsaq, Nazirlər Kabinetinin 167 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil müəssisələrinin akkreditasiyası qaydalarının 4.30.5-ci maddəsinə əsasən universitetin göstəriciləri uyğun deyil kimi qiymətləndirilib. Həmin qaydaların 4.34-cü maddəsinə uyğun olaraq isə fəaliyyətə xitam verilməsi və qəbulun dayandırılması proseduru işə düşür. Universitetin tələbələri və məzunları isə buna etiraz edərək bildirirlər ki, təhsil ocağında hansısa problem yaşanmayıb. Bizə verilən məlumatlara əsasən ibtidai sinif və məktəbə qədər təhsil haqqında akkreditasiyadan keçirilmədiyi haqqında məlumat verilmişdi. Lakin bunda nəzərə alaq ki, o universitetdə tək o ixtisaslar deyil, digər ixtisaslar da var. Coğrafiya müəllimi, Azərbaycan dili müəllimi, riyaziyyat müəllimi, psixologiya və s. Sırf bu ixtisaslara görə yəni bağlanmaq məncə düzgün deyil. Bizim diplomlarımız necə olacaq, tanınacaqmı? Bizim müəllimlərimiz də tutorumuzdan, dekanımızdan tutmuş rektorumuza, prorektorumuza qədər hamısı bizimlə çox yaxından maraqlanıb. Hər nə problemimiz olub, üzbəüz bu problemləri həll eləmişik. Son günlər Bakı Qızlar Universitetinin bağlanacağı ilə bağlı müxtəlif məlumatlar yayılır. Bu xəbərlər həm bizi, yəni məzunları, hazırda təhsil alan tələbələri, həm də valideynləri ciddi şəkildə narahat edir. Hamını düşündürən əsas sual isə diplomlarımızın tanınması ilə bağlı hər hansı bir problem yaranacaqmı, yoxsa yox? Məsələ ilə bağlı universitetin rektoru bildirdi ki, təhsil müəssisəsinin bağlanacağı haqqında hansısa məlumat yoxdur. Qeyd edilən pozuntular ötən il aşkarlanıb və bu il öz həllini tapıb. Hətta bəzi işlərin görülməsi davam etdirilir. Məlumatı biz də sosial şəbəkələrdən, uşaqlardan alırıq. Ancaq indiyə qədər Təhsil Nazirliyindən belə bir məlumat, sənəd bizə gəlməyib. Ona görə də mən heç bir söz deyə bilmirəm, heç bir münasibət də bildirə bilmirəm. Mən nə desəm, oxu uyğun gəlməz, mənə yaraşmaz o. Bizdə elə bir məlumat yoxdur. Məlumatı gərək Təhsil Nazirliyi mənə sənəd göndərə, onda da mən də o sənədə baxım, o sənəddən çıxış edeyim. Bizim universitetdə son zamanları yox, 35 ildə problem yaranmayıb. Məsələ ilə bağlı Təhsil Nazirliyinə də müraciət etdik. Qurumdan Xəzər xəbərə bildirildi ki, qeyri-iş günüdür. Yalnız həftənin ilk iş günündə sorğunu cavablandıra bilərlər. Fidan Əsədli, Nuranə Sultanova, Xəzər xəbər.